Hər kəsə salam, kanalıma xoş gəlmisiniz. Bugün kargo açılımı videosu çəkirəm, amma kargo açılımına keçməzdən öncə istəyirəm özüm haqqında qısaca bir məlumat verim. Mən Raziyə Abbasovayam, 26 yaşım var. Artıq 6 ildir ki, ibtidai sinif müəllimi olaraq işləyirəm. Bu haqda istəsəniz gələn videolarda daha ətraflı danışaram. Necə imtahan vermişəm, neçə balla hansı məktəbə yerləşmişəm və s. Bugün isə Temu kargolarım gəlib və onları birlikdə açacağıq. İstəyirsə başlayaq. İlk dəfə belə bir video çəkirəm, ona görə də çox həyəcanlıyam. Bu arada bundan öncə paylaşdığım videoda da gördüyünüz kimi 2 yaşında bir qızım var. Həm ona, həm də özüm aldığım paltar, aksesuarlar gəlir. Burada deyəsən qızım üçün aldıqlarımdır. Keçən ildə mən sifariş eləmişdim qızım üçün. Pis gəlməmişdi, yaxşı gəlmişdi. Paltarlar. Belə bir dəstdir. Ucuz qiymətlidir. Ya material da pis deyil. 2-3 yaş üçün sifariş eləmişdim. Bu köynəkdir. Bu isə şortudur. Məncə pis deyil materialda. Yaxşıdır. İdarə edirəm. Bu paketin içindəkiləri sadəcə 32 ya 33 manat pul vermişəm. Yəni Azərbaycanda bu qiymətə ancaq bir dəst və ya uzağa 2 dəst gücdən almaq olar. Belə bir dəstdir. Çox şirindir. Çox bəyəndim bunu. Bunları qızımın nəyində də çəkib paylaşaram. Çox qəşəngdir. Özdə qızım doğulmazdan öncə deyirdim ki, qırmızı, səhravi rəngdə heç nə almayacam ona, heç nə giyindirməyəcəm. Bu mənimdir. Bu arada qarşıq göndəriblər deyəsən. Mən bayaq dedim, bu paketin hamısı 32 manat idi. Yəni qızımın olan paltarları ayrıca sifariş eləmişdim. Onların hamısı 32 manat tutmuşdu. 32-33 manat. Bu belə bir şartdır. Pencə ilə filan kombinləmək üçün çox qəşəngdir. Çox bəyəndim bunu. Sonra bunu mən pulqabı bilmişdim. Pulqabı olaraq sifariş eləmişdim. Yəni. Ama bu kart qabıymış. Kartları qoyursan bunun içine. Yəni pul qabı olaraq da məncə istifadə eləmək olar. Burada belə üzləri var, onlara pul qoymaq olar. Qəşəngdir amma şirin bir şeydir. Sonra bu da mənimdir. Bu belə üçlü bir kəmər dəstidir. Rəngi ağ və qara rəngdə. Qəşəngdir. Bunların qiymətlərində mən videonu editləyəndə üstünə yazacağım. Bunu çox gözləyirdim. Bu qəşəngdir məncə. Bunu mən türk dilində işlədirəm. Orada kişiselləşdirilmiş ürünlər deyə bir bölmə var. Orada məsələn boyunbağıdır, qolbaqdır, üstünə istədiyiniz adı yazdırmaq olur. Mən bunu yaxından necə çəkim? Baxın belə. Qızımın adını yazdırmışam. Çox qəşəngdir. Ay, çox qəşəngdir. Bunu sabah taxacam. Nur yazılıb. Çox qəşəngdir. Sonra bu nədir? Ay, eynəklər. Evdə nə qədər eynəyim var. Ama gözüm doymur. Çox qəşəngdir. Üçlü set şəklindədir. Ay, bilmirəm, yaraşdı, yaraşmadı. Bilmirəm, sizdə də elədir, yoxsa yox. Yeni bir şey alanda uşaq kimi o qədər sevinirəm. Həm qızımı, həm özümə nəsə alanda. Məncə yaraşdı. Sonra burada leopard detalı var.
leopar da bir ətəyim var, ondan kombinləyə bilərəm. Məncə qəşəngdir. Davam edirəm, bunu belə. Orada hər gün şəkillərinə baxırsan, hər gün yəni ümumiyyətlə də sifariş eləyəndə şəkillərinə baxırsan. Amma o ki, əlinə keçirir. Onun bir xoşbəxtliyi ayrıdır. Bu saatdır. Çox qəşəngdir bu da. Nazik. Mən ümumiyyətlə şirməndir, nədirsə bilmirəm. Klasik geyinməyi sevən bir insanım. Boyum uzun olduğu üçün illərdir ki, kabluk çox da geyinmirəm. Yəni nadir hallarda geyinirəm, günlük olaraq istifadə eləmirəm. Bu, nə deyirlər buna? Telefonu qoymaq üçün. Əslində, bu videoları çəkmək üçün istəyirdim elə. Gec gəldi. Neyse, bunu sonra öyrənəcəm dilimdən. Belə bir şeydir. Bunu mən səhvən sipariş elədim. O sipariş ediləndən sonra onlarla birlikdə o anında ödəmə nəsə bir sistem var Temuda. Yəni 30 manat limiti qoymadan artıq o birlərlə birlikdə göndərirlər. Elə belə səpətə ekləmək istəyirdim, səbətdə olsun istəyirdim, amma da gördüm ki, artıq kartdan pul çıxıldı, geri qaytarmaq da olmur. Belə çoxlu dodaq yandaşıdır. Hər rəngi var. Bilmirəm, qalıcılığı falan necədir. Yoxlayacam. Amma tünd rənglərdir. Bilmirəm necədir. Buna baxın hələ, burada bir qaraya bənzər bir şey var. Çox tündür. Amma dodağın kənarlarını məncə çəkmək üçün yaxşıdır. Konturlamaq üçün. Kızımın paltarları da buradadır. Bunların paketlərini o qədər xoş deyirəm ki. Harasa gedəndə də qızımın çantasına qoymaq üçün bu paketlərdən götürüb saxlayıram bir neçə dənə. Bu belə bir dəstdir, bu şortudur. Çox qəşəngdir. Baxın, bu materialı daha qəşəngdir. Baxmayaraq ki, ucuzuydu. Çox qəşəngdir, mən bəyəndim. Köynəyi, şortu. Çok qarışıq açdım yəni. Çıxa açdım deyə. Olsun. Bu da qızımın dəstidir, bu şortudur. Belə zürafəli. Çox şirindir. İnci yaraşacaq, indi çox qəşəng qalacaq. Bunun en beğendiğim dəst buydu, baxın. Mən ümumiyyətlə mavi rəngi o qədər çox sevirəm ki, yay aylarında yəni çox qəşəngdir. Şortu da belədir. Çox cicidir, çox qəşəng. Nə qədər çox dedim mən bugün. Amma çox şirindir, yenə çox. Sonra nə qaldı? Aha. Öz əşyalarımdan qaldı. Bu arada mənim burada ücretsiz əldə elədiyim məhsullar da var idi. Yəni ödənişsiz əldə elədiyim məhsullar vardı. Onu da videosunu paylaşaram. Temuda mesaj gəlir. Bəzən olur ki, 0 TL-yə gəl ürün al. Bir limit qoyur, 50 və 60 manat. Video kəsilmişdi, ona görə yeniden davam edirəm. 50-60 manatlıq nəysə al. Bəzən olur ki 2 ürün, 2 məhsul, bəzən olur ki 3, bəzən olur ki 4 məhsulu deyir ki pulsuz əldə edə bilərsən. O məhsullardan da birini bahalı, məsələn 20-30 manatlıq nəsə verir. Qalanlarını isə özü sənə seçim qoyur, sənin baxdıqlarına əsasən.
O artıq üçünü isə daha ucuz məhsullar qoyur. Məsələn, mən bayaq göstərdiyim şarf var idi. Baxın, bunu ödənişsiz əldə eləmişdim bu şarfı. Sonra o birlər də çıxdıqca göstərəcəm. Aha, sonra belə bir dəsti, qolbaq dəsti. Çox qəşəngdir, bəyəndim bunu. Ben de kolunu tak. Bu qaşdılar bir ara dəbdəydi, amma bizdə bahaydı. Bir neçə mağazada baxmışdım, bahaydı. Ona görə almamışdım heç. Bir də budur, bunu indi taxa bilmirəm. Aha. Bu da çox qəşəngdir. Bu sırğa dəstidir. Sırğalarını bir göstərim. Mən əslində bir kombin qurmuşdum beynimdə. Onlara görə sifariş eləmişdim bu sırğalarda. Sonra da bir dənə elə sırğaları almış oldum. Başqa heç nəyi almadım. Baxın belə. Böyle bir şeydi. Şirindi. Böyle bir şeydi. Küçük. Gösterim. Belə rey formasında. Ve bu da sonuncusu. Bu sonuncusu. Böyle. Her birinin de çalışacağım ki qiymətini videoların üstünde qeyd edeyim. Sonra bir paketim de var. Bu paketi de bundan sonraki videoda açacağım, paylaşacağım. Sizden xahişim, eğer videonu izledinizsə, beğendinizsə kanala abone olun. Sizin üçün bir saniyelik bir şeydir ama benim için çok önemlidir. Ve videoları da tabii ki beğenin. Bu kadar. Sağ olun, salamat qalın.